Davam edirik, təhlükə altında olan evlərdən danışacağıq. Məlum olduğu kimi NZS qəsəbəsində kollektorun üzərində tikilən ev söküldü. İndi məsələ burasındadır ki, təkcə həmin ev kollektorun üzərində inşa edilməyib. Yəni, belə evlərin sayı bir deyil. Əməkdaşımız Əhməd Məmmədov bugün həmin ərazidə ümumi vəziyyətlə maraqlanıb. Sən demə, ərazidən keçən kollektorun üzərində yerləşən daha 8 ev təmir işlərinə birbaşa problem yaradır. Maraqlı sual ortaya çıxır. Belə olan halda hansı addımlar atıla bilər və ya atılacaq? Aidiyyatı qurumlar bu barədə nə düşünür? Kollektorun üzərində inşa edilən evlərin aqibəti necə olacaq? Baxaq. Məlum olduğu kimi paytaxtın NZS qəsəbəsi Rəşid Bağırov küçəsində məhz kollektorun üzərində tikilən ev artıq sökülüb. Günü bu gün isə bu ərazidə Dövlət Su Ehtiyatları Agentliyinin və digər dövlət qurumlarının nümayəndələri var və məlum olub ki, ümumilikdə kollektorun üzərinə daha 22 ev düşür. Amma bu evlərdən 8-i ilkin olaraq ərazidə təmir bərpa işlərinin aparılmasına problem yaradır. 8 evin konkret birbaşa öz zədəli zonada yerləşir. Yol boyu yəni çox qısa bir məsafədə, 100-200 metr məsafədə yaxın mövcud qəzaya ən yaxın məsafədə yerləşir 8 ev. Tək bununla bitmir. Aşağı getsə digər ərazilərimizdə də var. Kollektor üzərində evlər tikib. Təbii ki, tikintilər mütləq şəkildə bizim istismara tam maneədir. Aidiyyatı qurumlar ərazidə araşdırmaları davam etdirir. Kollektorun keçdiyi küçədəki evlər siyahıya alınır. Sakinlər deyir ki, artıq onları yerli icra hakimiyyətinə dəvət ediblər. Hələ heç nə deməyiblər. Elə onu deyiblər ki, hələ ehtimalda varsınız ki, söküləcəksiniz. İkintiyə imkan yox idi, mümkün deyildirsə. Vaxtda niyə icazə verdilər bizə, biz də niyə tikdik? Neçənci ildə tikdiniz? 98-dən burada olanır. İndi hara köçüb gedəsik, hara göndəricələr, heç özləri də bilmirlər. Mən burada 2004-cü ildən almışam. Bilmirdiniz ha, burada belə bir şey var? Bilmirdim, yox. Bilsəydim heç buradan ev alardım. Sökülsə kompensasiya kim ödəyəcək, onu vermir. Bizə deməyiblər. Ekspertlər bildirir ki, yüksək təzyiqli su xəttlərinin üzərində tikilən evlərə 2005-ci ildən sonra daha çox rast gəlinir. Bəs bu evlərdə yaşayan sakinlərin aqibəti necə olacaq? Həmin evlərin söküntüsü həyata keçirilərkən təbii ki, kompensasiya ilə bağlı məsələ hökumətin qərarından asılı olacaq, amma yəqin ki, qanunsuz olduğu üçün kompensasiyası həyata keçirilməyəcək. Kompensasiya yalnız çıxarışı olan və qanuni şəkildə tikilən fərdi yaşayış evlərinə aid edilə bilər. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, paytaxtda Bakı Su Kanal İdarəsinin balansında olan kanalizasiya yağış kollektorlarının mühafizə zolağında və üzərində 1600-ə yaxın tikili var. Bu isə qəzalar zamanı problemin aradan qaldırılmasına mane olur. Xətai rayon İcra Hakimiyyətindən ATV xəbərə bildirildi ki, evləri kollektorun üzərində yerləşən vətəndaşlar qəbul olunur, məsələ araşdırılır. Əhməd Məmmədov, Samuray Əlizadə, ATV xəbər.